Herkese salamlar. Bugün sizlerle video çəkəcəm. Gələcəm. Bu sefer kompüterlə çəkəcəm. Çünki kompüterdə daha yaxşı Minecraft, daha yaxşı olacaq. Kompüterdə mən daha yaxşı oynaya bilirəm deyə daha rahat. Ona görə kompüterdə oynayacağım. Belə qoyun bura. Birdən bir şey olan kimi qoyacağım. Ailəmə İlk önce odun qıraq. Bura qəribə bir dənə biyomdur. Əslində lap bir dənə var gelişmiş biyom. Onları da seçə bilərdim. Prosta mən yəni yaxşı o yüksək qrafikdə ultrada var, amma ultrada çox donar deyə onu. Normalda donmur. Video zat çəkəndə donacaq deyə, yaxşı video olsun deyə belə edəcəm. Ola bilsin səsim pis gəlsin, çünki mikrofonum yoxdur. Başdan isə video paylaşa bilmirəm bu aralar. Heç vaxtım olmur. Yadı. Bence daha yaxşıdır. Biraz səs ola bilər. Nəysə. Sakit qalın da. Sakit qalın. Biraz səs gələcək. Onu da mən edə bilmərəm də. Səs gəlməsin buraya. Əmin deyiləm indi video fayda olur, olmur. Hər ehtimalda. Yox, olur. Oha, nə qədər yer tutur videoda. Neyse. Sizler için her şeye değer. Ama en birinci biraz ev düzelteceğiz. Ama her iki mini ev. Asfalt edək, qazma. Sonra daş alətlər. Yeraltı ev düzəltmişdim bir dəfə. Ona görə həm yeraltı həm də şey. Bəlkə gölün üstündə elədim. Bilmirəm, ama inşallah öyle bir şeyler etməyi düşünürəm. Mən də əvvəllər eləmişdim PlayStation. O vaxtlar PlayStation 2'm vardı. Dostumda ise PlayStation 3 vardı. 3'te oyun eləmişdim öyle bir şeyler. Burada heç daş yoktu ki. Tapdım daş. Daş devir. Aslında Azerbaycan dilindeydi. Prosta Azerbaycan dilinde qəribə tərcümə olunub diye. Türkçe koydum. Çox gec qırılır, ona görə yəni daş qazma düzəldək. Daha tez qıraq. Daş qazma ilə daş qır. Mədən zat da eləyəcəm. Telefonda mədən eləməyi heç istəmirdim. Telefonda hədsiz çox çətindir. Ona görə burada eləyirəm. Ən təzə şeyində oynayıram. Ən təzə versiyasında. Burada dəmir, zat, hər şey var yəni. Biraz da qazaq. Neçə dəqiqə deyə video. Heç ona baxmaya etdik şimdi. Bildim. Çox səs gələcək çöldən. Az gəl. Amma bir dəqiqə bir şey yoxlayalım. Gözləyin. Davam edə bilərik. Səs daha az gələcək. Qapı zad örtdü. Çox güclü qar yağır. Bəlkə də bu videonu indi saat 10. Saat 2-nin yarısı çəkirəm. Bəlkə də çəkərəm. Bunu axşam 2 gün sonra zad paylaşa bilərəm. Amma inşallah indi paylaşırım. Sabah düzəltmək. Sonra götürək çubuğumuzu. Bunun alətləri birinci eləməliyik. Alətləri eləməsək quracaq. Önce sonra götürəcəyik buradan. Daş balta, sonra qılınc. Sonra da nə? Mızraq lazım olmur, amma hər ehtimal düzəldəcəm. Bəlkə lazım.
Bunu koy qırağa. Hər şey lazım olan hər şeyin gücə. Abi mən qayıq düzəltməliyəm. Qayıq düzəldim. Keçən olmamışdan qabaq hər şey elədim. Qayıq. Necə? Bence qayıqla drift eləsin. Turbo atıb gedəcək. Qorxulu. Işıqlarım söndü deyəsən. Yox, ışığım sönmüyor. İnternetim gelir. Narahat ol. Söndü də, indi telif olacaq. Ona görə də narahat. Elə. Video baxım net. 5 dəqiqədir çəkə biləm. Biraz odun qıraq. Odun lazım bir şey. Normal başqa bir şey. Karpaşini çəkəcəm. Karpaşini çox izlənir bu aralar. Karpaşinin içində telefon var lazımdır. Telefonda ümumiyyətlə mən oynayamıyorum. Kompüter məndə bəlkə də 2 ildir var. Əvvəlki Roblox videoları idi. İndi heç oynamıram. 5-6 aydır oynamıram. Kanalımın ilk açanda en oyunlar oynuyordum. İndi də oynayamıyorum amma heç mi olmaz. Bunlar daha yaxşı. Bu normal kanaldır. Pis kanal değil. Aynen diyeyim. Kim isterse ne istəyirsə yazsın yoruma, onu düzəldəcəm. Bir şey. Özü Minecraft shortsu vardı. Bir dənə o ən çox izlənən videolarıma dön. 300 neçə nəfər baxdı. Heç nə eləmədim o. Heç nə. Heç nə eləmədim 300. Amma 2 saat əziyyət çəkirəm amma onu etmir. Əgər kim qar yağışını sevirsə, oradan shortsa baxa bilər. Məncə daha önce evi tikim. Çünki 7-ci dəqiqədəyik. İstəsəm çox oynayaram. Şey deyə. Necə deyim sizə. Prosta YouTube'da bax, istəsəm düz 1 saat da çəkərəm. 1 saat yox, elə olmaz. Yarım saat da çəkərəm. Amma baxın izləmişsiniz deyə 13 dəqiqə çəkəcəm. Sonra mən bunu düzəltməyinə 20 dəqiqə aldım. Drift biraz eləyə. Bir dənə uyğun bir dənə su ərazisi tapıb. Məncə buranın ortası əla olur. Amma əməlli başlı normal bir göl lazımdır. Göl. Gedək. Bunun ya sonra açalım. Dəqiqə işıq sönmə ehtimalı çoxdur. Külək milək basıb, indi də külək əsir. Yoxdur ki, bir dənə uyğun ərazi. Başqa yerə gedək. Bəlkə axşam əgər vaxtım olsa, axşam bunun 2-ci bölümünü. Oxda evin yarısında tikərik. Mən nə qədər qoyulmaz. İnek. Balta bunların yaxşı deyil. Neylər qatır. Evimi mən istəyirəm su üstündə tikim. Çox fərqli olsun. Bu normal ev olmaz. 5 tane şeyim var işte. Başım dar şeyler lazım. Qoyun. Qoyunlar çok lazım olur. Kravatçılardan da. Bize kravatımız hazır. Uy, taçtı. Normal yer yok diye bir tane ev dikecek. Göl kimi. Elə bir yer axtarım. İstədiyim kimi göl yox. Göl. Buradan bəs elə. Normalda belə dəniz var, onun kimisi. Lənkəranda da qar da əməlli var. Hayır, deyəsən heç vaxt çatmayacaq evi tap. Ev bir dənə tikməliyək. Xəritə olsaydı, xəritəsində oyunda var.
Mən ən birinci bizə gəlməli idi normalda nəsə gəl. Ona qədər dərim oldu. Dəri zəx eləyə biləm. Aha, qaranlıq olur. Bunları vurmayacağız. Nelerden dəri çıxır ona görə. Oha, dəri çıxır həməli başı düzəldir. Öyle. Məncə gecələmə öncədən yer. Kiçik bir yercədə torpaq ev. Heç nə tapılmır. İstədim evi deyəsən bilməyəcəm dedim. Göl. Nəysə burada gecələyək. Kravat gəldi. Şurada niye oturmuş? Çox da soyuq deyil. Nə? Aha da. Ee, 11 dəqiqə. Burada taşıyış. Sırtları Jane budur. Hiç sırtımız yok. Düzəltdik. Güclər də baxır ona görə. Türk dilində salama nə deyirlər? Selamlar deyəsən deyirlər. Mehraba. Nə bir şey deyirdi. Türkçə videolar çekiyorum. Çox Azərbaycan. Türklər də istəsə baxa bilər. Sağ olun. Ama bir daha tip bir ev düzeltmeliyim burada. Yoksa bizi canavarlar yiyecek. Canavar diye bir şey yoktu tabii ki de ya. Onu da deyirəm. Bir de uşaqlar baxar. Sonra deyər ki, nə bilim qorxuram. Ona görə də bir şey yox. Ben deyim. Balaca belə mini ev kimi bir şey düzəldi. Altı dağılmasın. Qəşəng olur. Bu heç evə oxşamadı. Bir dikkat. Biraz sağda. Kiçik bir evimiz üçün qapımız. Heç narahat olma. Hər şey ikisi. Çox qəribə bir dənə ev oldu ama heç. Buradan qapı açıq bər. Qalmışı bunu canım. Normal evdən qəribə oldu ama vaxtım çox az deyə belə. Düzəltdim. Əslində bəlkə də vaxtın haqqı qədər keçmir. Telefonumda da çox yer yoxdur əslində. Telefonum lap da uzun videolar çəkirdim. Yaxşı, onda bir dənə bunu düzəldək, sonra bitirək. Sağ olun, görüşənə